təbii mənbələrdən istifadə olunması daha yaxşıdır. Ən azından buna imkanınız yoxdursa belə, mümkün qədər əlinizdən çox gəldiyi şəkildə bu cür qidalanmağa keçsəz, məsələn 80-20 qaydasını tətbiq edə bilərsiniz. Həftə ərzində 80% yaxşı qidalanıb, 20% ara-sıra istisnalara yəni istisnaların olması problem olmaz. Amma bunu uzun müddətdə həyat standartınıza çevirsəniz, yəni bu tip sağlam qidalanmanı, təbii mənbələrdə olan qidalanmanı uzun müddətdə həyat tərzinizə çevirsəniz, təbii ki, bu sizin üçün hər bir halda daha yaxşıdır və təbii ki, hərəkət də çox önəmlidir. Hərəkət etdikdə diqqətimizi yayındıran proseslər, bu istər qida mənşəli olsun, istər başqa zərərli vərdişlər olsun, məhz hərəkət sayəsində bunların qandan təmizlənməsi də sürətlənir. Digər tərəfdən isə hərəkət həmçinin beynimizin daha yaxşı qidalanmasına səbəb olur və boşuna deyil ki, sübut olunub ki, hər gün yaşlı bir insan belə hər gün yarım saat piyada yürüyüş belə eləyərsə, məsələn mən bugün indi yürüyüşdəyəm, yürüyüş belə eləyərsə, onda Alzheimer xəstəliyinin, yəni bunama dediyimiz, yaxud da beynin getməsi, başın getməsi xalq arasında dediyimiz yaşlılarda məhz beyin funksiyalarının pozulması ilə özünü göstərən xəstəlik də xeyli qarşısı alına bilir. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm ki, yaxşı şəkildə diqqətimizi toplaya bilərik hədəflərimiz və növbəti zamanların uğuru naminə. Təşəkkürlər.